Salam olsun, hər birinizi Allahın salamı ilə salamlayıram. Fəcr surəsinin 3-cü ayəsində bir ifadə var. And olsun cütə və təkə. Maraqlı bir sözdür. Bizim bir qardaşımız var, Rəhman adında. Qrupda bir şey paylaşdı. Həqiqətən məni belə deyim, şok elədi. Çox gözəl bir araşdırma idi. İstəyənlər də yoxlaya bilərlər. Mən birinci qrupdakı həmən paylaşdığı şeyi göstərmək istəyirəm. Deməli, qardaş deyir ki, Quran-ı Kərimdə tək cüt sistemi var. Bu 19 sistemi kimi bir şey deyil, narahat olmayasınız. Yəni sadəcə Quranın düzülüş sırasının və ayələrin hər surə başlığına verilən ayələrin toplam sayının cüt rəqəmdən və yaxud da tək rəqəmdən bitməsi. Məsələn, 114, 1-dən 114 rəqəmi Quranın sıra nömrələridir. 1 təkdir, 2 cütdür, 3 təkdir, 4 cütdür. Yəni bu şəkildə gedir də axıra qədər. Bunları ayırsaq, yəni təkləri bir yana yıxsaq, cütləri bir yana yıxsaq, sonra bu təklərlə cütlərin altına tək keçənləri təkin altına yıxsaq, cüt keçənləri cütün altına yıxsaq, hər ikisi toplam olaraq 2552 rəqəmə alınacaqdır. Aydın nə demək istəyirəm. Sonra bir başqa şey desək, məsələn, sıra nömrələrini tək surələrini seçsək, amma cüt say baxımından həmən o seçdiyimiz tək surələrin təklərin surələrinin altına cüt ayətlərini yıxsaq, sıra nömrəsini və yaxud da cüt dedik ki, sıra nömrəsi tək, ayə sayı cüt və ya sıra nömrəsi cüt, ayə sayı tək yığılsa, bu da gəlir yenə 2552 alınacaqdır. Bu bir məsələ. Niyə buna gəlirəm deyəcəm, səbəb nədir? İkinci yarı sıra nömrəsi tək, ayə sayı tək və ya sıra nömrəsi cüt, ayə sayı cüt yığılsa, bu zaman ümumi olaraq 566 ayə toplanır, yəni yığılanda. Sıra nömrəsi tək, ayə sayısı cüt və ya sıra nömrəsi cüt, ayə sayı tək yenə ümumi 566 alır. Bunu belə deyək də, sadələşdirib iki sistemə böləcəyində, diqqət edin, 566-nın üstünə hər ikisində 2552-ni qoyanda hər ikisində, yəni uyğun var, uyğunlaşmayan var. Uyğun budur ki, cüt-cütlə gəlsin, tək-təklə gəlsin. Bu uyğun sıra saylarıdır. Bir də var uyğunlaşmayan. Cüt təklə gəlir, yəni sıra nömrəsi cüt, ayə toplam sayı təkdə gəlir. Və yaxud da tərsinə, ayəsi sıra təkdə gəlsin, cütlə bitən toplam ayət sayısını uyğun olmayan şəkildə yığsaq, hər ikisi gəlir, toplam olaraq 2552 üstünə gəl, hər ikisində elə bir 566-nı gəlir 3118 rəqəmi alınır. İndi burada nə edirik? Sıra nömrəsi tək, ayə sayı tək və ya bu uyğundur. Sıra nömrəsi cüt, ayə sayısı cüt. Hər ikisi də nədir? Cütlə tək. Bu uyğun toplamadır. 3118 eləyir. İndi uyğun olmayan sıranın toplama forması. Sıra nömrəsi təkdir, amma ayə sayısı cütdür. Bu oldu uyğundur. Təki cütlə topladıq. Sıra nömrəsi cüt olsun. Ayə sayısı tək olsun. Bunda ikisi də nə olur? 3118 alınacaqdır. Yuxarıdakı beyninizi qarışdıra bilər, amma bu sadə üslubudur. Anladın nə demək istəyirəm? Bu şəkildə 3118 və 318 tək və cüt olaraq 6236 ayəni iki yerə bölmüş olur. Cüt və tək olaraq. Yəqin ki, başa düşdünüz. Bu barədə mən yapay zəkaya da sual verdim. O mənə dedim ki, belə bir şeyi insanlar bir kitab yazası olsa və onlar belə bir nəticə ortaya qoymağa üçün rəqəmlərini düzsə, bacara bilərmi? Dedi, bu mümkün deyil. Yəni, bunun milyardlarla rəqəmlər içərisində bunun insanın etməsi mümkünsüzdür deyə bir fikir qoydu ortalığa. Və son olaraq qardaşın iki dənə də şeyini sizlə paylaşacağım. Qısa olsun, istəyənlər yapay zəkaya həmən sualı verə bilərlər.
cüt və tək məsələsini riyaziyyatı bilənlər və yaxud da istəyənlər bu mesajı mən götürüb ata bilərəm, kimsə mənə yazsın bu mesajı, götürsün bu mesajı ChatGPT-də yollasın, desin ki bu hesablamanın doğru və yaxud da yanlış olduğunu mənə şeylə. Əsas heç bu yuxarı lazım deyil. Ümumi nəticəni götürsün buradan, açsın ümumi nəticəni ki bu doğrudurmu? ChatGPT avtomatik onu hesablayıb sizlə paylaşa bilər. Yəni zamanınızı almasın deyə mən yoxladım. Muhteşemdir, düz çıxdı. Özümüz də hesabladıq. Həqiqətən gözəl bir şeydir. Yəni Fəcr surəsindəki cüt və təkin deyim, o digər mənaları çürütmürəm. Sırf demirəm bəzilər kimi yalnız budur. Xeyr, Allah hər şeyi zaten cüt yaradıbdır. Tək məsələsi başqa bir mənaları da var. Bir mənası da yəni budur. Bir gözəlliyi də budur yəni. Bunu qeyd eləmək istədim sadəcə. Və bu qardaşın hesablaması haqqında deyən bir fikrini yazıbdır ki 6236 ayədən ibarətdir. Quran-ı Kərimin bütün surələrinin ayə nömrələrinin yazmaq üçün bizə lazım olan rəqəm sayı bütün nömrələrini yazmaq üçün. Bütün nömrə deməli 12471 dir ki, yəni bunu yazsaq bu rəqəm alınır. Yəni 6236-cı tək ədəd. 89-cu surənin 3-cü ayəsini onda olsun, and olsun təkə və cütə deyə oradan deyir bunu götürmüşəm bu dəlil üzərində. Çox maraqlıdır ki, Fəcr surəsi özü də 89-cu surə olaraq tək başlıq sıra sayında tək surədir. Tək rəqəmlidir, cüt rəqəmli deyil. Amma toplam ayə isə cüt rəqəmlidir, 30 ayə ibarətdir, cüt rəqəmlidir. Və həm təkini, həm də cütünü ifadə etmiş bir surədir. Yəni, muhteşəm bir şeydir bu da. Və burada qardaş bir şey də paylaşıb, onu da istəyirəm, biraz da yaxınlaşdıraq, qoy, açaq ekranı göstərək. Tövbə surəsinin rəşadçılar deyəndə də biraz pis çıxır. Yəni, Rəşad xəlifəni Rasul qəbul edənlər. Mən məqsədim kinayə etmək deyil onlara. Salam olsun, əsənlik olsun deyirəm. Onların təbirindən deyirəm. Biz barış içindəyik. Sadəcə biraz düşünmələrini istəyirəm. Tövbə surəsinin 128 və 129-cu ayələrini Quran-ı Kərimdən olmadığını iddia edənlər vardır. Və başda Rəşad xəlifə də bunu iddia etmişdir. Və bunlar da onu doğruluyurlar. Ona görə bunu paylaşıram. Tövbə surəsinin son 2 ayəsini inkar edirlər. Quranın vəhiyindən bilirsiniz ki, Quran Allah elçisinin peyğəmbərliyə seçilməsi 610-cu il, yəni 40 yaşında 610-cu ildə deməli 570 və ya 571-ci ildə deyirlər dünyaya gəldiyini və 40 yaşında peyğəmbərliyə çatdığını düşünürüksə də əslində bu Quran bunu da doğru olub olmadığını buradan görmüş oluruq. 610-cu ildə dünyaya vəhiyin gəlişini ilk enişini nəzərə alsaq və Rəşad xəlifə bu iddianı 1973-74-cü illərdə etmişdir, bildiyiniz kimi baş verir. Çox önəmli bir sözdür. Özləri də bilməz deyir qardaş. Tövbə surəsinin 129-cu ayəsi, yəni sonuncu ayəsi Quran-ı Kərimin 1364-cü ayəsidir. Baxın, deməli, Rəşad xəlifənin yəni bu ayətlərin Qurandan olmadığı iddia etdiyi tarixlə Quranın nazil edildiyi tarix arasındakı rəqəm 1364-dür. Yəni, Quran nazil olmağa başlayır deyək ki, 610-cu ildə və bunun üzərindən 1364 il keçdikdən sonra Rəşad xəlifə deyir ki, Tövbə surəsi 128, 129 Quran ayəsi deyil və çox maraqlıdır ki, Quranın Fatihə surəsindən Tövbə surəsinin 129-cu ayəsinə çatanda 128-129 toplam say 1363-1364-cü ayələri Tövbə surəsinin 128 və 129-cu ayəsi eləyir. Nə düşünürlər bu barədə? Burada da
Qardaş həmən fikri bildirib ki, 1974-cü ildə özünə Rəşad Xəlifə adlandıran şəxs 9-cu surənin 128-ci ayəsindən rəhm kəlməsinin Muhammed Peyğəmbərin xisləti kimi işləndiyi üçün inkar edir. Quran-ı Kərimdə Allah üçün istifadə olunan bütün rəhm formunun işləndiyi surə və ayə nömrələri cəmi 9128-dir deyir toplam. Həmin şəxs Quranın vəhyindən tamına 1364 il sonra öz tərcümə etdiyi Quran kitabında 9-un 128-ci ayəsini daxil etmədi. Maraqlıdır ki, inkar etdiyi Quran ayəsi Qurani Kərimin tamına 1364-cü ayəsi idi inkar etdiyi ayə. Anlaşıldı nə demək istəyirəm. Və sonda isə İbrahim Peyğəmbərin adına olan surədən də qardaşın bir tapıntısı var. Yəni bir hesaplaması var. Onu da göstərmək istəyirəm. Deməli, İbrahim surəsi Quranın sıra sayına görə 14-cü surəsidir. Cüt rəqəmli surəsidir. Quran-ı Kərimin kitabında İbrahim Peyğəmbər adı bir surədə birdən çox sayda işlənsə, yəni Bəqərə surəsində bir dəfə işlənib, yoxsa birdən çox işlənib? Deyəcəksiniz, birdən çox işlənib. Həmən o birdən çox işlənən bütün surələri Quran boyu toplasanız, cəmi 14 surədir. Yəni, və İbrahim surəsi də 14-cü surədir. Bu bir yəni reallıqdır. 14 rəqəmi ilə üst-üstə düşməsini göstərirəm. Sonra ikinci, İbrahim Peyğəmbərin adının çəkildiyi ayələrdə onun adının başqa deməli işlənən, başqa adı çəkilən Peyğəmbər adlarının sayı, yəni onunla bərabər digər adları çəkilən Peyğəmbərlərin saysanız, hamısını toplam olaraq 14'dür. Yəni 14'ü keçmir. Aydındır, 14'dür. Bu da bir hesaplamadır, yəni çox maraqlıdır. Sonra İbrahim Peyğəmbərin adının keçdiyi surələrin arasında 14 dənə sıra sayı tək surələr vardır. Yəni İbrahim Peyğəmbərin adı çəkilən surələri toplam götürsək, sıra sayları tək rəqəmli olan surələrin toplamı 14 dənədir. Bu da bir maraqlı qaydadır. İbrahim surəsindəki ilk Allah sözü ən muhtəşəmi məni təsirləndirən yeri buradır. İbrahim surəsinin ilk, yəni Quranda 14-cü surənin ilk Allah ləfsinin, kəlməsinin, sözünün keçdiyi yerdən yerə qədər Quran-ı Kərimin bütün Fatihədən tut, elə bil İbrahim surəsinin 14-cü surənin ilk Allah kəlməsi keçən yerə qədər bütün Allah kəlmələrini toplasanız, neçə dənə Allah kəlməsi keçib, toplam olaraq 1452 dəfə Allah sözü işlənir. Çox maraqlıdır. İbrahim surəsi Quranın 14-cü surəsidir və həmən surənin toplam ayə sayı 52-dir. 14-52, yəni 1452 və Quranın əvvəlindən İbrahim surəsinin ilk Allah kəlməsi keçən yerə qədər də olan Allah kəlmələrinin toplam sayı 1452-dir. Və son olaraq İbrahim surəsindəki işlənmiş ilk İbrahim sözü, İbrahim sözünün keçdiyi yer İbrahim surəsinin 35-ci ayəsidir. Yəni İbrahim surəsinin əvvəlindən 35-ci ayəyə qədər İbrahim ismi işlənməyib. İlk keçdiyi yer İbrahim surəsi 35-ci ayəsində keçibdir. Həmin ayə Quran-ı Kərimin əvvəlindən İbrahim surəsindəki İbrahim sözünün işləndiyi 35-ci ayəsidir. Yəni ayələrə bax toplasan, məsələn, deyək ki, Bəqərə surəsində neçədən ayədə İbrahim adı keçib. Həmən ayələrin sayını topla, Al-İmran, sonra arxasında Nisada məsələn var mı, baxırsan Maidədə, sonra Ənamda, sonra arada məsələn ayələri yığsan, o toplam 35 dənə ayədə İbrahim adı çəkilir və 35-ci
İbrahim 35-ci ayətlə 35-ci ayə tamamlanmış olur ki, İbrahim adı çəkilib. Bu sizcə bir təsadüf ola bilərmi? Yəni bir adam kitab yazsın və bu kimi şeylərə diqqət eləsin. Gör nə qədər fərqli-fərqli, indiyə qədər yəqin izləmişsiniz. Dəmir məsələsini götürün. Yəni haqqında o surələrin sıra say məsələsi və Kavsar surəsində olan hesablama qaydaları, oradakı o tənzimatı, ardıcıllığı, nizamı. İndi də İbrahim surəsində olan bu nizamı göstərdim sizlə də və bunlar sizcə bəşər sözü ola bilərmi? Bu kitabı hətta ayələrin sıralanmasını, hər surənin içində olan toplam ayə saylarını, bir insan əli, bir insan fikri, hətta özdə deyirlər peyğəmbər yox, peyğəmbərdən sonraki zamanda kimsə toplayıbdır. Sizcə nə qədər? Bu qədər muhteşem bir şeyi nətər düzəldə bilər? Bu ilahi düzülüşdür. Salam olsun hidayətə tabi olanlara.